Salam, xoş gördük hər birinizi. Həftənin seçilən sualı əmək haqqının bircə maliyyələşdirilməsi proqramı dedikdə nə başa düşülür? Proqramda iştirak etmək istəyən işə götürənlər üçün şərtlər nələrdir olub? Cavabı təqdim edirik. Əmək haqqının bircə maliyyələşdirilməsi proqramı işçi şəxslərin məşğulluğunu təmin etmək və işə götürənləri həvəsləndirmək məqsədi ilə məşğulluq orqanlarının göndərişi ilə işə qəbul edilən işçinin əmək haqqının bir hissəsinin maliyyələşdirilməsi üzrə xidmətdir. Dövlətə və bələdiyyəyə məxsus hüquqi şəxslər istisna olmaqla son bir ildə fəaliyyətdə olan müəyyən edilmiş prioritet iqtisadi sahələr və peşələr üzrə vakansiyası olan və ya yeni vakansiya yaradan işə götürənlər proqrama müraciət edə bilərlər. Əmək haqqının işsizdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği Dövlət Statistika Komitəsinin əvvəlki üçün müəyyən etdiyi ölkə üzrə orta aylıq nominal əmək haqqından çox, lakin minimum aylıq əmək haqqından az olmamalıdır. Sosial iş yerlərində müvafiq göndəriş əsasında bağlanılan əmək müqaviləsi ilə işə qəbul edilmiş işçilərin əmək haqqısı 3 aydan az və 12 aydan çox olmayan müddətdə bircə maliyyələşdirilir. Hər bir işə götürən üzrə əmək haqqının bircə maliyyələşdirilməsi proqramına cəlb olunacaq işçilərin sayı ümumi sayın 20%-dən, həmçinin 30 sosial iş yerindən çox olmamalıdır. Bircə maliyyələşdirmə ediləcək vəzifənin əmək haqqı məbləği eyni vəzifə üzrə digər iş yerlərinin əmək haqqı məbləğindən 10%-dən çox fərqlənə bilməz. Proqram çərçivəsində işə götürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əmək haqqının və əmək haqqından tutulmaların 50% Dövlət Məşğulluq Agentliyi tərəfindən işə götürənə ödənilir. Mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənişlər işsizdən sığorta vəsaiti hesabına maliyyələşdirilmir və bu ödəncilər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işə götürənlərin vəsaiti hesabına maliyyələşdirilir.